Və 3-cü turun ilk oyunu ilə sizin qarşınızdayıq. Bugün qarşı-qarşıya gələcək komandalar. Hər iki komandaya uğurlar arzulayırıq. Sənan ötürür Anara, Rıza. Sənanın keçidi alınmır. Eltac ötürür, Sənan topu ələ keçirir. Rufin zərbəsi İbrahim. Gözəl oynayır İbrahim. Rufin top oyuna daxil edəcək. Geri ötürmə Sənan. Sağ imkan vermir Sənana. Komandanın adı nədir? Sənan mərkəz ötürmə ana yaxşı qəbul edilmədi, amma top hələ də Neftçi komandasında. Rufin geri Anara. Öz aralarında paslaşır ələk Neftçi komandası. Anar Rufin gəlir mərkəzə. Rövşən zərbə istədiyi kimi alınmır Rövşənin. Zərbə! Emin yaxşı oynuyor. Uzun ötürmə. Bu dəfə də İbrahim imkan vermir qola. Top Neftçi komandasında qalır. Rövşən gözəl ötürmə, amma Rıza onu başa düşmədi. İbrahim'den uzun ötürmə. Top Neftçi komandasında. Onun sağ imkan vermir Rufin keçidinə. Rufin geri ötürmə Anar. Rufin gözəl keçir Vüsalı. Amma ötürməsi də keçidi qədər gözəl alınmır. Top Alfa komandasında. Eltacın ötürməsi istədiyi kimi alınmır. Vüsal. Uzun ötürmə Coşquna. Coşqun keçir amanları, amma onlar qayda pozuntusu eləyir Coşquna qarşı. Zərbəsini Alfa komandası yerinə yetirəcək. Nəzərinizə çatdırım ki, Alfa komandasının pasivində 3 xalı var, amma Neftçi komandası hələ ki öz pasivinə xal yazıla bilməyib. Hər iki oyunda məğlub olub. Coşqun ötürmə ilə başladı. Sənan imkan vermir Vüsalın ötürməsini. İndi Rufin gözəl ötürmə. Rıza İbrahim gözəl oynuyor. İbrahim yaxşı vaxtda qapısını tərk etdi. Şan vermədi qola.
Ruzo ötülməsi gözəl, amma Rufin daban zərbəsi alınmır. Əşrəfin Qırı Alfa komandası. Eldar. Eltac. Ötülməsi alınmır Eltacın. Top Rövşəndə. Zəkir. Riskli hərəkətlər Rövşəndən əvvəlki. Komanda yoldaşı Anara. Rövşən itirir topu. Çox təhlükəli yerdə. Eltac keçir, amma ayağına dolaşır Eltacın. Rufin hücumda. Rufin ötülməsi də gözəl alınır, amma Anara onu başa düşmür. Rövşən zərbəsini öz komanda yoldaşı imkan vermir. Anaraya dayan top geri qayıdır. İndi Anar. Məncə zərbə indisə daha məntiqə uyğun idi. Uza da topu meydanda saxlaya bilmir. Soldan uzun ötülmə istədiyi kimi alınmır. Rövşən mərkəzdə. Gözəl paslaşma. Sonluq paslaşma kimi gözəl alınmır. Rövşən. Gəlir Rövşən. Zərbə. Və hesabı Rövşən açır. Neftçi 1. Alfa komandası 0. İbrahimdən gözlənilməz səhv gəlir. Qoltuğun altından buraxır topu. Bəlkə də gözləmədi belə zərbəni Rövşəndən. Və Coşqundan gözəl keçir. Eltaca da gözəl atır. Eltac hesab bərabərləşdirə bilər. Top qayıdır Coşqun. Nəyi qaçırır Coşqun? Belə də Alfa komandasında. Onların nəzarətində top meydanı tərk edir. Emin'dən mərkəzə Rövşən. Sol keçir. Sənan boşluğuna da ötürür. Sənan. Rufinə. Zərbə indirə bilər. İndirmir. Gözləyir. Hiləcər zərbə alınmır. Bu dəfə İbrahim səhv eləmir. Eltac. Eltac 2 nəfərin arasından sıyrıla bilmir. Və tələsmir Neftçi komandası. Müdafiədən gözəl çıxır Neftçi komandası. Rövşən. Bu dəfə eyni nöqtədən zərbə indirmədi. Və top itirir. Eltac. Sala ötürmə verə bilərdi. Amma hücumu istədikləri kimi yekunlaşdıra bilmirlər. Emin'dən böyük səhv. Yenə dəyərləndirə bilmirlər hücumu. Rövşən. Zərbəsi gözəl idi, amma dəqiq deyildi. İbrahim. Uzun ötülməsi digər qapısı Eminə. Rövşən. Rufin. Gözəl ötülmə. Buna boşluqdur. Amma İbrahim kimi qapıcı aşıtma zərbə vurmaq o qədər də asan deyil. Rufin. Şov izləyir ki Neftçi komandasından. Demişdim ki gözümdəydi və topun qabaqda olduğunu qeyd alırlar ki top keçir Neftçi komandasına.
Və Neftçi komandası top oyuna daxil edir. Rızada Sənan. Sənan ötürməsi alınmır. Hələ ki topa nəzarət 2 dəqiqəyə qədər Neftçi komandasındadır. Alfa komandası hələ ki kəsərli hücumlar qura bilmir. Qapıcıdan ötürmə Vüsala qeyri-dəqiq. Sənan mərkəzə gözəl ötürmə. Mərkəzdə boşluqları var hələ ki Alfa komandasının. 4-ün 2-yə Rövşən zərbə ötürmə versə daha məsləhətlidir. Zərbə indirməyi üstün tutdu. İbrahim imkan vermədi. Üstlü ötürməkdən ardından Sənan. Sənan ötürməsi alınmır, amma səhvini bağışladı. Sənan gözəl Rövşən ötürdü. Rövşəndən gözəl ötürmə Sənan. Rufin Rövşən. Rövşən ikinci qoluna imza atır. Həm özünün, həm komandasının ikinci qolu Rövşəndən gəlir. Neftçi 2, Alfa 0. Bugün Alfa komandasında heyət həm də zəifdir. Keçən oyunlardakı heyəti görə bilmirik. Rövşən. Rıza yenidən Rövşən. Rövşən topa çata bilmir. Eldar topu oyuna daxil edir. Eldardan. Rufin. Sənan ötürür. Əki topu nəzarətlərində saxlayır Neftçi komandası. Topsuz qoyub Alfa komandasını. Və top meydanı tərk edir. Onlar top meydanda saxlaya bilmir. Rufin mərkəzə və bu dəfə açdıma zərbə alınır Rızadan. Rıza mənim bayaq dediyim sözü səhv çıxartdı. İbrahim açdıma zərbə bulmaq çətindir dedim, amma Rıza bunu bacardı. Hesab 3-0 olur, Neftçi komandası 3-0 öndədir. Və bir lazımsız top itkisi və 4-0. Arda 2 gol gəlir bir dəqiqənin içində. Olar ki, ilk hissədən ümidlər tükənir. Neftçi 4, Alfa 0. Coşkundan alınmır. Peltaçda. Taç. Coşkun gözəl çəkir. Ötürməsi. Ay. Alınmadı Alfa komandasının hücumu. Rəsmi Rufin. Sənan topu qəbul edir, amma heç komanda yoldaşlarına köməyə gəlməmişdi. Qaban ötürməsindən vasitə alınır. Coşkun. Zərbə də indirə bilər. Zərbə Emin yerindədir. 2 dəfəyə topu götürür. Rövşən. Rəsmi.
Rıza zərbə qarşı ötürmə vermək istəyirdi, alınmadı. Dilşən çəkir, Sənana gözəl paslaşma, amma Dilşən sürəti topa çatmağa imkan vermir. İbrahimdən uzun pas. Yenə keçmir, Emin topu uzaqlaşdırır. Top Alfa komandasında. Coşkun ötürmə, Rufin və top qapı xəttini keçib. Artıq İbrahimə ikinci açma zərbə vururlar. Boyu uzun bir qapıcı üçün açma zərbə bırakmaq biraz uğursuzluq dəqiqətən. Hesab 5-0 olur ilk hissədən. Alfa komandası hesabın böyüməmək üçün məncə hesabı qoruyub saxlamalıdır. Çünki hələ ki Alfa komandası ilk iki turda çıxış etdiyi kimi çıxış edə bilmir. Demək olar ki stadionda yoxdular. Rıza keçə bilmirdadır. Tələsmir. Hesabın üstünlüyü də onu tələsməyə məcbur eləmir. Eminlər üstü ötürmə, Coşkun gətirdi Neft komandasının və Eminin. Sanan Digərçin Ağrıfinə yenidən Sanana gözəl ötürmə alına bilərdi, amma Vüsal imkan vermir. Vüsal bir keçid, ötürmə, Eltac boş qapını nişan ala bilmir Eltac. Belə fürsətlər az düşər. Fürsətdən istifadə eləməlidir Alfa komandası. Hakim qayda pozuntusu qeydə alır. Sağ ol İbrahim. İbrahim ötürməsi nasıl alınır? Vaxtdan uzun ötürmə. Emin. Vüsalın keçidi alınmır. Əksücüm. Döyüşən bu dəfə topa çatır, amma topu meydanı saxlaya bilmir. Top hələ də Neftçidə. Ötürmə. Yaxın məsafədən qapı nişan ala bilmir. Və top meydanı tərk eləyir. Coşkun. İkisindən bitməyinə çox az vaxt qalıb. Soldan ötürmə. Emin. Eltacın baş zərbəsini əlləri ilə qatardı. Sana imkan vermir. Salda.
Güzel keçir Vüsal. Daha doğrusu Coşkun. Ama top Neft komandasına keçir. Rıza ötürmə, Rövşən. Geriyə minə. Emin. Lufindən Sənana. Gözəl keçid Sənandan. İrəli. Boşdu Sami. Sami neyir? Sami zərdə olsa daha məsləhətli idi. Ünvansız ötürmə verir. Və top Rufinin nəzarətində Eminə gəlir. Yenidən Rufin. Mərkəzə Sənana. Sənan Rufin paslaşması. İndi Rıza. Rufin paslaşması. Samir ötürmə. Və Rıza hesabı 6-0 eləyir. Hesabı 6-0 olur. Hissədən artıq. Salın kimin olduğuna. Yəqin ki 3 xalı öz pasifinə yazılacaq. Böyük bir möcüzə olmasa Neftçi komandası. Çünki böyük hesabdır 6-0. Təbii ki hər şey ola bilər. Nə geri dönüşlər görmüşük biz. Amma bu oyundan çətin. Emin. Emin. Yine riskli ötürmə vermişdi. Rövşənin keçidi alınmır. Sənan. Ondan gözəl sıyrılır, amma sol qayda pozuntusunu onun qarşısını kəsir. Anar. Sənan yenə Vüsaldan sıyrılır. Mərkəzə Rızaya. Önüncə tutublar. Rövşən Sənan bıraxır Rıza. Başa düşmür Sənanı. Hakim qayda pozuntusu qeydə alır. Gözəl keçir Eltaz. Sol ötürməsi də göz almır, amma Eldar topu qəbul edə bilmir. Şən. Zat topu çəkir. Artıq saniyələr qalıb ilk hissənin bitməyinə. Topu itirir. Alınmır ötürməsi. Alfa komandasının və ilk Ekün Naşir 6-0. Neftçi komandası Alfa komandasını məğlub edir. İkinci hissədən görüşməyim deyirəm. Və ikinci hissə başlayır. İki komandaya yenidən uğurlar arzulayıram. İlk hissədə hesab böyük fərqlə bitmişdi. 6-0 hesabıyla Neftçi komandası Alfa komandasını üstünləmişdi. Eldar. Coşkun. Coşkundan ötürmə iləcər idi. Emin top amma ələ keçir. Gözəl çıxırlar müdafiədən. Əllə oyun. Sərbəst zərbə qeydə alır hakim. Sarı vərəqəsində çıxardır. Təhlükəli nöqtədən
Zərbə indirəcək. Neft komandası. Ötürmə ilə başlayır o film. Sənansa analar bir-birlərini başa düşmür. Canan. Coşqun. Coşqun ötürməsinə Sənan imkan vermir. Tələsir Alfa komandası. Eldar boş edib salon görmədi. Coşqun. Cananın səviyyəsi ötürmür. İbrahim. Və topu oyunda saxlayır Eldar. Taç. Şan vermir Sənan. Əşsucuma çıxır indi. Tələsmir Rofin. Gözəl ötürmə dövüşəni. Taç. Keçid. Coşqun boşdur. Zərbə. İstədiyi qədər qüvvətli alınmır. Emin riskə getmir mərkəzə. Gözəl ötürmə də alınır. Rıza Rofinə. Boşdu boş qapıda döyüşən. Görə bilmirlər döyüşəni və əks-hücuma çıxır Alfa komandası. Canan istifadə edə bilmədi fürsətdən. Rufin top ələ keçirir. Hakim qayda pozuntusunu qeydə alır. Rıza çox boş qalır meydanda. Gözəl keçir Rıza. Rıza zədələnir. Və oyun bərpa olunur. Hesab dəyişməz qalır. 6-0. Fin, Sənan. Gözəl ötürmə Sənandan. Alfa komandası top ələ keçirir. Sağ. Sənan ötürməsi alınmır. Və küçücüma çıxır. F komandası Coşqun bu dəfə imkan vermir. Coşqun ötürmə qarışıq zərbə idi, amma istədi kimi alınmır. Röşən riskli mövqedə, riskli hərəkətdə eləyir Röşən hələ ki. Amma ötürməsi dəqiq alınır. Coşqun. Coşqundan uzun ötürmə və hesab 6-1 olur. İkinci hissənin ilk golunu Alfa komandasından Eltaç vurur. Və hesab 6-1. 6 Alfa 1. Bu gol ümitləndirə bilər az da olsa Alfa komandasını. Gözəl keçid. Və Sənana etirazlara görə sarı vərəq verilir.
cərimə zərbəsini FC komandası yerinə yetirəcək. Təhlükəli mövqedir. Təhlükəli ad var topun qarşısında Rövşən. Rövşən. Ötürmə! Bəsi alınmır. Top ayağına oturmur Rufinin. Taç. Geriyə Coşquna, mərkəzə Kənan. Ona nə edəcək? Gözəl ötürmə Taç amma Taç topu qəbul edə bilmir. Emin. Digər qapıcı İbrahimə qədər top gəlib çıxır. Sami. Sami alışlar gəlir. Top oyuna Kənan daxil edəcək. Geri komanda yoldaşı Coşqun. Uzun göstərir, ötürmür. Bu dəfə uzun ötürür, amma istədiyi kimi alınmır ötürməsi. Top FC komandasına keçir. Rufin. Boşluq var müdafiədə. Nasıl istifadə edə biləcək görəsən. Üçüncə. Rövşən. Zaya gəlib top çatmır. Kənan. Kilməsi alınmır. Anar. Taç topu meydanda saxlayır. Amma rəqib üçün. Bundan Taç. Sol və 6-2 eləyir hesabı Vüsal. İkinci isə Alfa komandasının üstünlüyü ilə keçir. Riskli hərəkətlər bunlar lazım deyil bu hesab. Kənan, Sənan boş qapıdan top çıxardı. Gözəl də ötürməsini verir. Hücumdan yararlanma olmadı. Düşdülər biraz. İkinciden zərbənin FC komandası yerinə yetirəcək. Ötürmə və Rufin imkan vermir Alfa komandasının ümitlənməyinə. Hesabı 7-2 eləyir. Gözəl qurulmuş tapşırığı və gözdən zərbədən Rufin hesabı 7-2 eləyir. Bu 7-ci qolda hər iki oyunçunun təcrübəsi öz sözünü deyir. Oyuncu da Lənkəran oyuncusu olub. Təcrübəli oyunculardır. Nə qədər də yaş ötsə təcrübə sözünü deyir. Və Coşqun ələ keçirir topu. Hücumu alınmır Alfa komandasının. Altıda Alfa komandası yerinə yetirəcək. Coşqun. Uzun ötürməz. Hənanı keçə bilmirlər hər ki uzun ötürmələrdə. Akşin. Keçid alınır amma zərbəsi istədiyi kimi alınmır. Tələsmir. Sənan ötürür. Zərbə vuran oyuncu deyil. Sənan ötürmə verir. Yerə yıxıdı rəqibini. Tac da
hücumun yekunlaşdıra bilmir. Sol. Böyle sana imkan vermir. Rıza hesabın üstünlüyünə aldanıb qeyri-adi ötürmələr vermək istəyir. Coşqun. Ona da keçə bilməz Coşqun. Coşqun. Sağlam olacaq Coşqun. İki nəfərin arasında sırla bilməli və top Rızada. Rızanın ötürülməsi Rövşənə arzuca sürətlə alınır. Sol. Sol. Coşqun bomboş yerdən onu görmüşdü, amma top Coşquna gəlib çıxılır. Təəssüflər olsun ki. Sənan. Geriye Rafin'e. Rafin. Thomas alındı. Eltas topa satsa da meydanda saxlaya bilmir topu. Ha, kim auto göstərir, topa da çata bilmir. Kənan topu elə keçirir. Rufin əks hücumda tutub Neft Alfa komandasını. Ötürməsində ona da göz alınır. Rıza! Rıza boş qapı nişan ala bilmir. Dirəkdən geri qayıdır. Kənan. Kənan isə Sənanı keçə bilmir. Anar. Emin gözəl alır rəqibini. Mərkəzi amma rəqibi ötürdü Emin və hesab 7-3 olur. 7 Neftçi 7, Alfa 3. Rəsil Eldar, Rəsil Alfa komandası. Mərkəzə doğru ötürmə alınmır. Top Rövşəndə, Rövşən gözəl alladı Eldarı. Çəkir Rıza, amma İbrahim imkan vermir və gözəl əks hücum. Eltac. Qapçını keçsə də qapıya top daxil olmur. Top yenidən Eltaz top oyuna daxil edir. Kənan. Sola gözə ötürmə. Salla. Akşin bir-birlərini başa düşmür və əks hücum. Rıza nə eləyəcək? Rufin. Zərbə. Qüvvətli, amma dəqiq deyil. Daimdən mərkəzə doğru uzun ötürməyə imkan vermir Rufin. Yenidən Rufin. Zərbə və Rufin imkan vermir Alfa komandasının ümidlənməyinə. Hesabı 8-3 eləyir.
adaptörlərini. Adaptörlərini.